Gəncədə məktəblini qətlə yetirməkdə ittiham edilən Rihat Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Rihat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayından baş verib. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli tanışı Rihat Cəfərov tərəfindən bıçaqlanıb. O xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, mərhum Vaqif Rəfibəylinin atası uzun illər ədliyyə sistemində çalışmış polkovnik leytenant Rövşən Rəfibəylidir. Neftçalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Kür Qarabucaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrətoğlu yolu keçərkən Surra kənd sakini 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərrafoğlu'nun idarə etdiyi VAZ 2107 markalı minik avtomobili onu vurub. Piyada ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda həyatını itirib. Faktla bağlı araşdırma işlərinə başlanılıb.